Choose the correct variant. Jane bought playful puppy at the shop. Biz burada puppy görürük və önündə də playful sözünü görürük ki, playfulumuz bizim burada təyin edici sözümüzdür, yəni sifətimizdir. Puppy də isim olduğuna görə mütləq qarşısında artiklımız olmalıdır. Və bizim burada a artiklımız olacaq. Daha sonra the shop və burada da z artiklımız işlənəcək. Yəni variantımız z variantı olacaq. Daha sonra 14'e baxaq. Choose the correct variant. Yine düzgün cavab istəyir bizdən. Yenidən burada da görürük ki, impressive təyin edici sözümüzdür, yəni sifətimizdir. Waterfall isə isimimizdir. Yenidən burada bizdə də düzgün artikel qoymalıyıq. Yəni artiklımız impressive sayt ilə başladığına görə artiklımız artikel yox, artikel olacaq. Variantlarımızı ataq. B, C, D, Y variantları gedir və A, B variantları qalır. İkinci sərfədə baxdıqda niyə the village? Bizə dəqiq yer dediyinə görə Z artiklı işlənəcək. Və burada da variantımız B variantı olacaq. Daha sonra baxaq digər sualımıza. 15-ci suala. Choose the correct variant. Yine burada da düzgün variantı biz seçməliyik. Baxırıq a jungle adventure. Adventure sayılan olduğuna görə artiklı qarşısında işlənib. Bu düzgündür. Daha sonra a long journey. Journey də sayılandır. Long təyin edici sözümüz, yəni sifətimizdir və artiklımız da işlənib deyə düzgündür. Lakin 3 və 4'ə baxaq. Group of bookworms. Of əgər ortada varsa, deməli ondan öncəki söz öz artikl olmalıdır. Grup sözü burada tək deyə a group of bookworms olmalıdır. Yəni 3 səhvdir. Police officer yox, the police officer olmalıydı və variantımız 1-2 olan A variantı olacaq. Daha sonra 16'ya baxaq. Yenidən bizdən düzgün cavabı istəyir. Slice of delicious cake. A slice of delicious cake olmalıydı. Bir səhvdir. Sim balance. Bu da səhvdir. An easy math problem. Bu üçü götürürük. Daha sonra 4 a good idea. 4'te düzgün olduğuna 3 və 4 bizim düzgün variantımız olacaq. Yəni cavabımız D variantıdır. Daha sonra digər sual 17-ci suala baxaq. Choose countable nouns, yəni bizdən düzgün sayılan isimləri seçməyini istəyir. Tongue sayılır, misery sayılır, bookworm sayılır, courage, intelligence, health isə sayılmır. Yəni cavabımız B variantıdır. Daha sonra 18. Deməli 7 glasses of juice. 7 bilirik ki say olaraq 7'dir. Və ondan sonra bizdə gələn isim cəmdə olmalıdır. Və glasses cəmdə olduğuna görə 1'i götürürük. Daha sonra similar customs. Bəli, similar customs əslində 2 sözdür, yəni söz birləşməsi və custom sözü cəmdə olduğuna görə 3'ü də götürürük. Daha sonra school ruler. Bu cəmdə deyil deyə 4'ü götürmürük. Pieces of advice cəmdədir, götürürük. Delicious snack cəmdə deyil deyə götürmürük. Cavabımız 1, 3, 5 olacaq. Daha sonra digər sualımız 19. Choose the correct variant. Yenidən burada da düzgün variantı seçməliyik. Və baxaq. Yesterday's rainbow. Biz bilirik ki, əgər zamanlar gəlsə, yəni zamanlar dedikdə dünən, bugün, istirən, apostrof S-ləndir. Yəni düzgündür bu. 2 kids food. Kids cəmdə verib, food'u isə təkdə verib. Fit olmalıydı əslində. A week's journey. Əlbəttə ki, bu da düzdür. The moon's lights yox, moon apostrof S lights olmalıydı. Cavabımız 1, 3. Yəni D variantı olacaq. Daha sonra 20'də deyir ki, hansı suffix, yəni şəkilçi isim düzəltmir. Method düzəldir.
or düzəldir, ship düzəldir, dom, nes düzəldir, lakin us və less isə isim düzəltmir. Daha sonra 21-ci sual. Düzgün ismin yelk halını seçin. The artist painting a nice picture. The artist is painting. Burada davam edici zamandır ve buna göre A variantı səhvdir. Jane's passions helped her to win. Bəli, Jane's passions burada yellik haldır. Daha sonra C variantına baxaq. Climbing mountains adventures. Burada yel hal değil. D variantında Charlie felt well after 3 hours rest. Burada eğer yel hal olsaydı 3 hours yani S apostrof olmalıydı. Bu da səhvdir. Y variantında ise I met him at the Nias Brothers da səhvdir. Cavabımız B variantıdır. Daha sonra yeniden 22'de düzgün variant istəyir bizdən. My neighbor's cats are lovely. Neighbor qonşunun pişikləri. Elə düzgün variantımız A variantıdır. B variantında today apostrof S olmalıydı. C variantında the elephant apostrof S olmalıydı. Çünkü trunk is deyir. Daha sonra the geezes'də də yanlışdır. Y variantında da the bird yox, bird apostrof S olmalıydı. Çünkü quşların qanadları olmalıdır. Quşların qanadı ola bilməz. Daha sonra 22-ci sualda bizdən düzgün olaraq sayılmayan isimlərin sırasını, cərgəsini seçmək istəyir. Və burada da bizim cavabımız olacaq passions, pleasure, honest. Yəni C variantı. Daha sonra 24'e baxaq və 24'də də yenidən bizdən düzgün variant istəyir. An ugly bird, bu düzdür. Ugly, təyin edici sözdür, sifətdir. Bird isə isimdir. An oil field, burada da düzgündür. Honest man olmayacaq. Çünki h-la yazılsa da honest man. Ona deyilir, yəni saitlə ifadə olunduğuna görə an olmalıydı. House meeting de yox. Həmçinin eynən də burada h-la da yazılsa house meeting. Yəni saitlə tələffüz olduğuna görə 4-də səhvdir. Cavabımız 1-2 olaraq A variantı olacaq. Daha sonra 25'də düzgün variantı istəyir bizdən. We were excited to try new restaurant, but restaurant we chose was terrible. We were excited to try a new restaurant, but the restaurant we chose was terrible. Və burada da cavabımız B variantı olaraq E və Z artikellarını yerinə qoyacaq. Digər videomuzda da OTK sınaq 2-nin qrammatika cavabları gələcəkdir.